Təmiz Urbana yığılma gözəl bir Nivamız satışa çıxdı birbaşa sahibindən. Soruşuram ki, bəs nə qədər pul xərcləmisən bu əlavələrin üzərinə? Nədən irəli gəldi? Bəs mən Niva xəstəsiyəm. Fərqi yoxdur, yəni qazanmışam, xərcləmişəm. Çünki maşını özüm idarə eləyirəm. Nə dəyişikliklər olunub qeyd eləyək? İlk öncə pirborda dəyişiklik olub, orijinal pirbor qoyulub 900 manata, Ferium markası. 100-ə nə qədər yanacaq gedir, kilometraj hamısını ayrı-ayrılıqda göstərir. İndi bir saniyə, indi gələcəkdir elə. Budur. 139.500, bəli, orijinal probekli. Galimvagen monitoru, qatlanıb çıxan Galimvagen monitorudur. Göstərək, zəhmət olmasa. Açarı işə salanda avtomatik çıxır. Nazlı xanım. Pioner orijinal flitellər. Göstərəcək birazdan tam ətraflı dostlar, onlar da sizə. Maşının Feradodur, Drajenyadır. Özünüz də əyləşibsiniz. Görürsünüz ki, sirkələnmə yoxdur. Çox sakit işləyir. 5 şumka olunub bu Niva? 3 qat 5 şumka olunub. 3 qat 5 şumka olunub. Yəni yolda gedəndə. Bunlar artıq pul deməkdir. Əslən pul deməkdir. Dostlar, diqqətli olaq, baxaq. Bir maşın sahibi öz avtomobilinə 5000 manat xərcləyib. Qeyd edir ki, 5000 manat, yəni xərclədim, xırda hissə gəldi, çıxdı, oldu 5000 manat. 2013 buraxılış Niva Urban yığılmadır, qeyd eləyim və üzərində bez detaldır hətta. Lap yaxşı, bez detal Niva təklif edilir bugün sizə və gördüyünüz Nivada olan bu güzgülər S güzgülərdir, Galimvagenin. Bəli, S modelin. Bir dənə onu eləyək, yığılma. Yığılmasını qoşulmalıdır içəridə, amma hazırdır. Güzgülərdə hazırdır. Güzgülər hazırdır. Çöldən çəksəz görərsiniz. Bu maşının qiyməti real alıcıya 10.900 manat olacaq. 10.900 manat qeyd edeyim. Alıcıları var artıq indidən. Mən sizə çöl hissədən də göstərim ki, görün necə bir Nivadan bəhs edirik. 5000 manat sahibi pul xərcləyib bəzi lazım gələn hissələrinə. Baxın. Güzgülərin idarə olunması avtomatik, belə bir şey. 10.900 manat. Yəni 11.000-ə yaxın deyirdi. İndi real alıcı gəlsin, yerində bu canavar Nivaya baxsın. Baxın. Bu da kolonkalarıdır. Bu vəziyyətdə. Görün. Maşın gün boyu harda olur? Maşın gün boyu Babək prospektində gəlib baxmaq olar. Barter var, təklif? Barter yoxdur. Barter yoxdur dostlar. Belə bir vəziyyətdə bez detal Niva axtaranlar üçün biz təklif edirik. Kim əgər maraqlıdırsa, təkərlər təzədir. baxsın. Nazlı xanım. Çox qəşəngdir, mənim çox xoşuma gəldi. Adətən Niva elə bir maşındır ki, adamı çox silkələyir. 3 qat 5 şumka olunub avtomobil qeyd eləyim. Belə bir gözəl Niva üçün müraciət eləyə bilərsiniz birbaşa maşın sahibinə. Kim əgər maraqlıdırsa, əlaqə nömrəsi qeyd edirik dostlar, yazın. 050 321 99 94. Nömrəni qeyd elədik. Avtomobilə kredit təklifi də var. Maşın sahibi nağd satır. Real alıcılarımız buyursun. Kreditlə almaq istəyənlər 050 876 47 03. Yığılma Niva Urbana. Biz təklif etdik. Kim əgər maraqlıdırsa buyursunuz, zəng etsin.